Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim danışam cücələrə, balaca cücələrə, yəni belə deyək də 2 həftəlik zat cücələrə qreçka vermək olarmı? Ümumiyyətlə böyüklərə də yəni 1 aylıq, 2 aylıq cücələrə qreçka vermək olarmı? Bu haqqda danışıb məlumat vermək istərdim. Videoya keçməmişdən öncə artıq dərəcədə xahiş edərdim ki, kanalımıza abunə deyilsinizsə abunə olun, videolarımıza da like qoyun. Və indi əziz izləyicilər, keçəyim mövzumuza. Deməli, balaca cücələrə qreçka vermək olarmı? Təbii ki, olar, ancaq belə deyək də, çox yox. Yəni, bəzi insanlar, məsəl üçün, toyuq basırılarsa, 5 dənə, 10 dənə balası varsa, onlara qreçkanı pişirib bütün günü verirlər. Bu ziyandır. Nəyə görə ziyandır? Çünki cücənin bütün belə deyərdim zəiflədir. Yəni qreçkanı bilirsiniz ki, insanlarda ümumiyyətlə o şəkər zad olan insanlara belə deyirlər də, verirlər. Yəni yeməlidir. Bu onların qanını azaldır və cücələr başlayır zəifləməyə və ölməyə. Ona görə isə qreçka vermək bütün günü olmaz. Ancaq misal üçün 2 həftəlik zat cücələrdirsə, həftədə bir dəfə belə vermək olar. Nəyə görə həftədə bir dəfə? Çünki qreçka belə deyim, çox verəndə ziyandır, ancaq az verəndə xeyirdir ki, bütün bağırsağınız adı təmizləyir, bütün belə deyərdim, yəni qanda zətdə nə varsa onları təmizləyir. Yəni xeyirdir o barədə. Ancaq gündə verəndə bu cücəni belə deyim, zəiflədir və öldürür. Ona görə ümumiyyətlə bütün cücələrə, yəni balacadan tutmuş böyüyə kimi 2 aylıq, 3 aylıq cücələrə düşünməyin ki, gündə qreçka verin. Gündə qreçka yeyən cücə zəifləyəcəkdir. Ondan sonra belə deyək də, başlayacaq qurunma kimi getməyə. Yəni çünki qreçka belə deyim, qanını azaltdığından şey olacaq da, yəni qurunma gedəcəkdir və başlayacaqdır artıq ölməyə. Ona görə çox qreçka vermək düzgün deyil də, yəni bütün günü də. Bəzi adamlar var ki, bəlkə dediyim kimi 5 dənə, 10 dənə cücə basırıbdırsa, onlara daha doğrusu toyuq basırsa 5 dənə, 10 dənə cücəsi varsa, qreçkanı pişirib belə verir. Cücələr də yaxşı yeyir. Bu cücəni qıracaqdır. Yəni bir həftədən 10 gündən sonra başlayacaq cücələr zəifləməyə və belə deyim, qırılacaqdır, öləcəkdir. Ancaq az verəndə, yəni həftədə bir dəfə, 10 gündən bir verəndə bu cücələr üçün belə deyim, xeyirdir. Yəni onların bütün bağırsağından zatdan bir çox belə deyim, xəstəlikləri şeyləyir, yəni təmizləyir, mikrobu zadı, həmçinin qanlı zadı tənzimləyir. Yəni az verəndə xeyirdir. Ancaq gündə vermək cücələr üçün belə deyim, ziyandır. Yəni indi bilənlər bilir, bilməyənlər üçün. Çünki müəyyən kanallarda ay nə bilim protein mənbəyidir, nə bilim nədir, cücələrə qreçka verin, kökələcək. Baxıram vallah gülməyim gəlir ki, yəni olmaz axı belə. Bunlar necə özləri bilmər məsləhət verirlər. Yəni ona görə çox vermək düzgün deyil. Hətta belə makaron vermişi zat da təbii ki verə bilərsiniz. Ancaq həftədə bir dəfə, 2 dəfə makaron vermişlidir. Çünki çox verəndə o xamır kimidir da, qarın ağrısına zada cücələri salacaqdır. Ona görə həftədə bir dəfə, 2 dəfə makaron vermişil zat belə də, makaron da belə pişirib verə bilərsiniz. Qreçka isə həftədə bir dəfə, 10 gündən bir belə verməyiniz məsləhətdir. Böyük cücələrdə həmçinin, yəni çox vermək düzgün deyil da, yəni şeylərə, çox da gündə vermək qreçkanı ziyandır. Ancaq həftədə bir dəfə zat böyük cücələrdə verə bilərsiniz. Makaronu isə təbii ki 2 dəfə zat belə həftədə verə bilərsiniz. O biraz kökəldir, ancaq çox verəndə isə, yəni cücənin belə deyim, qarın ağrısına salır. Həmçinin də əziz izləyicilər, bulğur zat, belə düyü zat, indi deyəcəksiniz, düyü bu zat bahadır elə.
Yəni indi bişirib belə arada bir dəfə zat belə verə bilərsiniz də. Yəni həftədə bir dəfə, ya ayda bir dəfə, 2 dəfə bulğurdur. Bulğur indi belə şey deyil, həftə bir dəfə də verə bilərsiniz. Yəni elə baha deyil. Ondan sonra düyü zatda belə həftə bir dəfə zat belə və yaxud ayda bir dəfə, 2 dəfə belə bişirib verə bilərsiniz ki, o da yaxşı kök hazırda, yəni düzələr. Ümumiyyətlə düzəllər imişli yemi belə şəkərli yemlər versəz, özləri yaxşı yekəcək. Ancaq şəkərli yem yeyən düzəldə vallah şey deyir, sonra bir-birinin tükünü yeyir. Ona görə düzdür, vermək olar. Ancaq gərək qapalı yerdə saxlamayasınız da, böyük yer olsun. Buraxasınız ki, gəzələr, otluq zat ola. Həmçinin də əziz izləyicilər, şey də versəz, düzdür, yay aylarında balıqsa belə tapmaq olmur. Ona görə mən həmişə demişəm, düzəni şeydə saxlamaq yaxşıdır. Soyuq aylarda belə deyək də, oktyabr zadı keçəndən sonra noyabr, dekabr, yanvar, fevral isti yeriniz olsa, o vaxtlar həmin qışın cücəsi ölmür. Ümumiyyətlə yanvar, fevral da ən yaxşısı. Qışın cücəsi ölmür, həm də belə deyim, yaxşı böyüyür və balıq zat alıb soğutma bişirib, həm sularını soğudub belə verə bilərsiniz cücələrə, həm də yeminə qatıb təbii buğda yarması ilə cücələrin belə deyim, buğda yarması ilə balığı qatsız və cücələrin qabağına töksüz, o bütün cücələri yaxşıca böyüdür. Həm də təbii şeydir, yemdir. Elə yeyən cücələr ümumiyyətcə bir-birinin tükünü yolmur. Da yəni qopartmır. O haqda da tük yolma haqqında da kanalımda videolar var. Halqazat alıb cücələrin belə deyim ağızlarına taxsız. O da cücələri, yəni böyük cücəndə 2 aylıq zat olmuş cücələri ağzını elə bil ki qoymur şeyləməyə, örtülməyə də biləcək. İndi kanalımda var, girib baxa bilərsiniz. Və bir-birinin tükünü yemirlər. Yəni bax belə onlardan eləyə bilərsiniz. Bax belə əziz izləyicilər, bugün də istədim bir balaca bu haqda danışıb məlumat verəm. Bu da bizim balaca cücələrimizdir. Yavaş-yavaş yekəlirlər. İnşallah gələn videolarda da çəkib digər cücələr haqda məlumat verəcəyəm. Sadəcə bugün istədim cücələrdə qreçka vermək olarmı? O haqda danışıb məlumat vermək istərdim. Yenə deyirəm, qreçkanı çox vermək ziyandır. Başqa kanallarda deyirlər, ya şeydir, kökəldirir, əksinə arıqladır və qırır, yəni quruma edir. Ona görə həftədə bir dəfə, 10 gündən bir verin. Belə, cücələrimizə görürsünüz, lütboğaz içində çoxdur. Xoşladığımdan, həm də xoruzumuz lütboğaz olduğundan belə lütboğazlar çıxıbdır. Şey eləyib, onun adı nə idi? İndi belə lütboğazlarımız çıxır. İndi görək hansı qalacaqdır, amma çoxu da xoruzdur. Belə, bu qədər əziz izləyicilər, yenə də hər kəsə təşəkkürlər. Kanalımıza Quşlar TV, Lal Ördəklər TV, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Biri-birindən gözəl faydalı